Hadi. Arada öyle olur. Bizi dememişiz ama ki şampiyon diye. Baba ne diyor dede? Allah razı olsun. Siz sağ olun. Siz de çok sağ olun ki bu şehit anaların, atalarının Siz yanındasınız. sağ olun. Bize Sizə mənim neçə dəfə o TikTok'dan görmüşəm, sizi izləmişəm. Sizə həqiqətən də öz təşəkkürümü bildirim ki, daimi bu anaların yanındasınız. siz sağ olun. Anaların heç bir şeyə ehtiyacı yoxdur. Sadəcə mənəvi dəstəyə ehtiyacları var. Allah her an yani bir zəncimizlə belə özü gəlir bizi yoxlayır. Görürəm, izləyirəm həqiqətən də daimi də demişlər, harda görsəm öz təşəkkürümü bildirəcəm. Bütün dünyanı da versən xeyri yoxdur. Əlbəttə, biz sadəcə bir o mənəvi xoş söz bize dəstə. bir dünyanı bağışlar. Dünyadır. Bizim yani yanımızda olmaz. Yani bizim Bilirik ki, onda olmamakta bilirik ki, bizim şəhidlər yanımızda unudulmur. olanlar için Onda bizə belə, bax belə bilirik ki, şəhidlər unudulmur. Sağ olun. Burada yalı qəfəlik. Sağ olun ki geldiniz. Şehit ailesi olarak Yaxşı elə. anamızın yanında olmak, Allah onun size ailesi. sağlık olsun. Allah sizin kömürlerinizi olsun. Buyurun size başlayın. Çox sağ olun. Çok sağ olun. اللهم اغفر لجميع شهدائنا بحق نبينا وآله وبحق Biri kurşunu da alır, kucağına da alır. Gözü de لجميع شهدائنا والمعترضين بحق نبينا وآله الفاتحة. Ay sen
Hörmətli cənab başçı, hörmətli şəhid ailələri, hörmətli qonaqlar və dəyərli iştirakçılar. Bugün biz vətən uğrunda canından keçmiş qəhrəman oğullarımızdan biri, aprel döyüşlərinin igid şəhidi Nurlan Əskərlinin şəhid olmasının 10 illik il dönümü və əziz xatirəsini yad etmək üçün toplaşmışıq. Qeyd etməliyik ki, Nurlan Əskərlinin qardaşı İntiqam Əskərli isə vətən müharibəsində böyük şücaət göstərərək Vətən müharibəsi qəhrəmanı fəxri adına layiq görülmüşdür. Bu ailə vətənə sədaqətin, igidliyin və qürurun simvoludur. Bugün biz Nurlan Əskərlinin timsalında yalnız bir şəhidimizi deyil, bütövlükdə vətən uğrunda canından keçmiş bütün qəhrəmanlarımızı yad edirik. Onların göstərdiyi şücaət, qəhrəmanlıq Azərbaycan tarixində əbədi yaşayacaqdır. İndi gəlin bu qəhrəmanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək. Sükutdan sonra isə Azərbaycan Respublikasının dövlət himni səslənəcək. İndi isə söz Masallı rayon icra hakimiyyətinin başçısı cənab Araz Əhmədova verilir. Çox hörmətli şəhid valideynləri, hörmətli analar, hörmətli tədbir iştirakçıları. Bugün biz sizinlə Azərbaycan Respublikasının şanlı tarixində qızıl hərflərlə yazılacaq vətən müharibəsinin başlanğıcı olan, düşmənin məğlubiyyətsizlik mifini dağıdan, Azərbaycan ordusunun şərəfini, şöhrətini, qüdrətini dünyaya tanıdan, Azərbaycan əskərliyinin mərdliyini bəşəriyyətə nümunə göstərən qələbəmizin ilk addımlarından biri olan aprel döyüşlərinin unudulmaz şəhidi Nurlan Əskərlinin anım günündə görüşürük və mən Nurlan Əskərlinin müqəddəs ruhuna, bütün şəhidlərimizin müqəddəs ruhuna öz ehtiramımı bildirir, valideynlər qarşısında baş əyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Hörmətli tədbir iştirakçıları, bəli, illər keçəcək Azərbaycanın şərəfli tarixini yazan alimlər, təhqiqatçılar birinci sırada uzun illərdən bəri
işğal altında qalmış torpaqlarımızın düşmən işğalından azad edilməsində göstərdiyi rəşadətə görə hörmətli cənab Ali Başkomandanın adını yazacaq və sonra qızıl hərflərlə bu qələbəni əldə edən şəhidlərimizin mübarək adlarını həkk edəcəklər. Qürur hissi ilə deyə bilərik ki, 2016-cı ilin aprel ayında başlamış aprel döyüşlərinin şəhidlərindən ikisi də Masallı rayonunun yetirilmələri olmuşlar. Onlardan birinin, Nurlan əskərliyinin bugün xatirəsini böyük məmnuniyyətlə, iftixar hissi ilə, hörmətlə, izzətlə, məhəbbətlə yad edirik. 2016-cı ilin aprel ayının birindən ikisinə keçən gecə Azərbaycanın işğal olmuş ərazilərində mövqe tutmuş Dağlıq Qarabağ Qondarma Respublikasının silahlı qüvvələri növbəti dəfə atəşkəsi pozdu və Azərbaycan ordusu uzun illərdən bəri münaqişənin 1994-cü il may ayının 12-sində bağlanmış sülh müqaviləsindən, atəşkəs müqaviləsindən sonra ermənilərin günahı ucbatından pozmağa məcbur oldu. Birinci növbədə Azərbaycan ordusu öz qüdrətini, bacarığını, texniki üstünlüyünü tək erməni silahlı qüvvələrinə deyil, bütün dünyaya göstərdi. Düşmənin pozulmazlıq mifini, onların pozulmayan qüdrətli mövqelərinin pozula biləcəyini onlara göstərdi. Müxtəlif məlumatlara əsasən həmin illərdə, həmin günlərdə Azərbaycan ordusunun yüzlərlə şəhidi olmuşdur. Azərbaycan silahlı qüvvələri Tərtər rayonunun Talış, Qazaxlar, su qovuşan kəndlərini düşməndən özlərini və ətrafındakı hündürlükləri azad etdi. Eyni zamanda Goranbay rayonunun Gülüstan kəndini düşmənlərdən azad etdi və ətrafdakı hündürlükləri ələ keçirdi. Bu döyüşlərdə bizim sonradan xəbərimiz olacaqdır ki, döyüşən əskərlərin içərisində bu həyətdə doğulub boya başa çatmış iki qardaş da vardır. Onlardan biri bugün xatirəsini yad etdiyimiz bizim əziz şəhidimiz və onun qardaşı İntiqam əskərli ikisi bir yerdə döyüşürdülər. Bu da xatirələr yada düşür və mən şəhidlərimizin hörmətli anası Ziba xanımın da adının təsadüfdən Ziba xanım olmadığını qeyd etmək istəyirəm. Adı ilə əlaqədar elə qoymuşdur. Ziba xanım öz uşaqlarını, iki oğlunu, həm Nurlanı, həm İntiqamı böyüdüb tərbiyə edəndə onlara həmişə nağıllar və xüsusilə balaca əskərin nağılını danışır. Balaca əskər icazəsiz küçəyə çıxıb gəzərkən ermənilər tərəfindən əsir götürülür. Sonra o digər əsirlərin yanına aparılır. Orada onları hər iki tərəfi qaynaqlanmış bir boruya salırlar və tüstü onları boğmağa başlayır. Dəmir borunu toxunanda onun sökülüb dağıldığını hiss edir. Beləliklə dostların köməkliyi ilə borunun digər hissələrini dağıdıb oradan hamısını xilas edib digər Azərbaycan əskərlərinin yanlarına gəlir, baş vermiş cinayət haqqında onlara məlumat verir və sonradan bu balaca əskər şanlı döyüşçülərimizin ən yaxın köməkçisinə çevrilir. Məhz anasının danışdığı nağıldakı kimi qəhrəmanlardan olacaq və həmən döyüşdə Nurlan əskərli çox böyük fədakarlıq, qəhrəmanlıq göstərdi. Düşmənin mövqələrinə doğru getmiş Azərbaycan silahlı qüvvələrinin xüsusi təyinatlıları düşmənin azad etmək üçün aparılan döyüşlərdə məhz Nurlan öz canını qurban verdi. Və orada onunla birlikdə olan İntiqam əskərliyi öz qardaşını döyüş meydanına xilas etdi. Və orada and içdi ki, mən öz qardaşımın qanını yerdə qoymayacağam. Həqiqətən də bir neçə ildən sonra Vətən müharibəsində Şuşa şəhərində
qəhrəmancasına həlak olan bizim əziz şəhidimiz, intiqam əskərli tək öz qardaşının deyil, bütün şəhidlərin qanını yerdə qoymadı. Bugün biz tək Nurlanın, tək intiqam əskərlinin deyil, bütün şəhidlərimizin əziz xatirəsini yad edirik. Hörmətli tədbir iştirakçıları, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, hörmətli prezidentimiz, Azərbaycan dövləti və hökuməti şəhidlərin, şəhid ailələrinin, qazilərin, ümumiyyətlə bütün hərbiçilərin qayğısını dövlət səviyyəsində, dövlət siyasəti kimi həyata keçirir. Bugün də biz qeyd etməliyik ki, bugün xatirəsini yad etdiyimiz Nurlan Əskərli igid döyüşçü medalı ilə, onun əziz qardaşı isə Azərbaycanın milli qəhrəmanı, vətən müharibəsi qəhrəmanı adı ilə mükafatlandırılmışdır. Bundan sonra da dövlətimiz, hökumətimiz, möhtərəm cənab prezidentimizin tövsiyələri əsasında və o cümlədən Masallı rayon icra hakimiyyəti, Masallı rayonunda fəaliyyət göstərən idarə müəssisə rəhbərləri və Masallı ictimaiyyəti şəhidlərimizin əziz xatirəsini həmişə uca tutacaq, onların heç vaxt unudulmağına yol verməyəcək. Çünki bayaq ananın söylədiyi kimi, şəhidlər öləndə unudulmamışlar. Şəhidlər unudula, əgər şəhidləri biz unutsaq, onlar öləcəklər. Biz onları heç vaxt unutmamalıyıq. Bugün bir daha mən əziz analarımıza, burada olmayan digər valideynlərə baş sağlığı verirəm. Allahdan şəhidlərimizə rəhmət diləyirəm. Qalan qazilərimizə, xəstələrimizə şəfa, Azərbaycan ordusuna bundan da böyük uğurlar, Azərbaycan bayrağının isə dünya bayraqları içərisində ən hündür zirvələrdə dalğalanmasını arzulayıram. Allah şəhidlərimizə rəhmət eləsin. Diqqətinizə görə sağ olun. Söz verilir millət vəkili Məşhur Məmmədova. Valideynləri, hörmətli tədbir iştirakçıları, əziz bağlarımız, bugün həqiqətən Azərbaycandakı bu dövr, bu sabitlik, vətən torpaqlarının azad olması məhz aprel döyüşlərində ordumuzun inamının, gücünün özünə qaytarılması, vətəndaşlarımızın vətənin azad olması uğrunda bütün cəmiyyətin birləşməsi, toplaşması üçün atılan bir gündür. Həmən gün biz igid övladlarımızı itirdik. Amma onlar şəhid olsalar da həmişə Azərbaycanın alnının açıq olmasında bir səhvə yazmış hər birisi bir qəhrəman kimi xalqımızın yaddaşında hər zaman qalacaq. Onlar təkcə kiçik bir ərazini azad etmək üçün şəhid olmadılar. Onlar Azərbaycanda, Azərbaycan insanının, Azərbaycan hərbiçilərinin məğlub olmasının yox, qələbiyə doğru addım atıb irəliləyə biləcək və Azərbaycanın işğal altında olan torpaqlarının azad ediləcək bir orduya sahib olmasını sübut etdilər. Şəhidlərimiz və iş qəhrəmanlığımız oldular. Bu qəhrəmanlar həmişə bizim yaddaşımızda qalacaq, yaşayacaq. Çünki onların yaşaması dövlətimizin gələcəyi deməkdir. Dövlətimizin bütövlüyü deməkdir. Biz nə qədər onları uca tutub yaşadacaqsa, xalqımız da o qədər ucada olacaq. Onların həyatı, bəs bu gün burada duran bu gənc övladlarımızın gələcəkdə vətənpərvər, vətənin sevən övladlar kimi yetişməsi üçün bir nümunədir. Bəs bu gün onların burada durması, onların davamçıları olacağının göstəricisi kimidir. Mən öz övladlarını yox, mənə gəlir ki, bir nümunəvi, bütün şəhidlərin anası kimi biz onu həmişə görürük. Çünki o təkcə öz övladların yox, bütün şəhid övladlarımız üçün həmişə bərabər gözyaşı tökür. Mən arzu edirəm ki, bir də bu millətə, bu dövlətimizə bir də şəhid qismət eləməsin. Biz hər bir qapıya şəhid gəlməsin və analarımızın üzü həmişə gülsün. Bugün də bu analarımız burada şəhid valideyn kimi dursalar da, amma onlar analar da hamısı qəhrəmandır. Çünki bu övladları bu analar yetişdiriblər və Allah sizin həmişə başınızı uca eləsin və siz Azərbaycan xalqına öz övladlarınızı qurban versəz də bütün milləti, xalqı öz övladınıza çevirmişsiniz. Allah bütün şəhidlərimizə rəhmət eləsin, Allah onların ruhunu şad eləsin və Azərbaycana bir də müharibə göstərməsin.
Söz verilir xüsusi təyinatların qaziləri, şəhid ailələri və veteranların İctimai Birliğinin sədri Bəhruz Məmmədzadəyə. Əziz şəhid valideynləri, hörmətli rəsmilər, xanımlar və cənablar. İlk öncə həm öz adımdan, həm xüsusi təyinatlı qüvvələr komandanın adından hər bizi salamlayır. Möhtəşəm açılış mərasiminə görə rayon rəhbərliyinə və Masalı İctimai Birliğinə öz təşəkkürümüzü bildiririk. Aprel döyüşləri ümumiyyətlə mən deyərdim ki, sönmüş bir ümidin yenidən alovlanması idi. Aprel döyüşləri 44 günü vətən müharibəsinə, aprel döyüşlərində öz qardaşının ikiyə bölünmüş nəşini təxliyə edərək, gətirib təxliyə məntəqəsini təhvil verib, yenidən döyüşə qatılması onu göstərir ki, bu ocaqda necə evlatlar vətənpərvər yetişdirilmişdir. Mən hesab edirəm ki, bu möhtəşəm, əzəmətli bir muzeyin açılışı nəinki rayon evlatlarımıza, rayonda yaşayan insanlarımıza, həm də bütün Azərbaycanda, ölkəmizdən kənarda yaşayan həmvətənlərimizin vətənpərvərlik missiyasında böyük rol oynayacaqdır. Mən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin, Allah dövlətimizi, millətimizi bir yumruqdan ayrı salmasın. Təşəkkür edirəm. Kitləc əllərinlə əyib şəklini, ah çəkib ağlama şəhid anası. Dizlərin üstünə əyib belini, sellər tək çağlama şəhid anası. Baxırsan gəldiyi cığra izə, quzu otardığı çəmənə düzə, yaralı könlünü hey üzə-üzə, dünyanı dağlama şəhid anası. Ruhu yıldırımda şimşəklərdədir, Qarabağdan əsən küləklərdədir, ümidli, həsrətli ürəklərdədir. Çox matəm saxlama şəhid anası. Nə deyim, nə yazım, qələmim donur. İlhamın dünyası odlanır, yanır. Sənin dözümündən yağlar sınır. Qara şal bağlama şəhid anası. Qürur yerimizdir, inam yerimiz. En dar gününde aman yerimiz. Al zəfərli aprel döyüşləri. Çatladı bağrı, qanıtdı düşmən. Bu sənə bir dərsdir, öyüddü düşmən. Döyüşdən əzilmiş, qayıtdı düşmən. Al zəfərli aprel döyüşləri. Hər qarış torpağa mərdli çəkdilər. Yanğının qanını daşa tökdülər. Yaralı vətənə məlhəm çəkdilər. Al zəfərli aprel döyüşləri. Pərvanə sözünü döndər mərmiyə. Alıb qələmini çevir sünciyə. Nəğmələr yazılsın milli orduya. Al zəfərli aprel döyüşləri. Vətən müharibəsində biz qələbə qazandıq. Bugün onun günüdür. Qəhrəmanları andıq. İndi azad Qarabağ günbəgün abadlaşır. Mənim qədim torpağım sənə bu çox yaraşır. Tarix yazdı igidlər, hamısı əzimizdir. 44 günlük müharibə şanlı tariximizdir. Bizə zəfər yaşatdı igid oğullarımız. Hər birini anırıq, minnətdarıq hamımız. Dəmir yumruq düşmənin mənfur başını əzdi. Düşmənlər Qarabağda daim qala bilməzdi. Yaşa vətən, çox yaşa, yaraşır zəfər sənə. Alqış, min kərə alqış, zəfəri bəxş edənə. Alqış, min kərə alqış, zəfəri bəxş edənə.
Çıxış üçün söz Seyran Hacıyev adına Viləş Kənd Tam Orta Məktəbinin gənclərin çağırışı qədər ki hazırlıq rəhbəri, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində xüsusi əməyi olan müəllim İntiqam Nəsirova verilir. Hörmətli başçı, əziz Ziba ana, Bayram kişi və sizin timsalınızda bütün şəhid ailələrini və bütün tədbir iştirakçılarını salamlayıram. Bugünkü tədbirdə çıxış etmək mənim üçün həm çətindir, həm də şərəflidir. Çünki həm Nurlanın, yəni aprel döyüşlərinin iştirakçısı olan Nurlan əskərlinin, həm də Böyük Vətən Qarabağda Böyük Vətən Müharibəsi qəhrəmanı İntiqam əskərlinin də müəllimi olmuşam. Bu ailənin ümumiyyətlə uşaqları bizim məktəbimizdən şagirdləri olmaqla yanaşı müəllim kollektivlərinin böyük rəğbətini qazanırdılar. Yəni onların belə xatırlayıram. Əlbəttə onlar haqqında çox danışmaq olar. Tədbirin gedişatını nəzərə alaraq mən onlardan qalan xatirə haqqında danışmaq istəyirəm. Yəni Nurlan mənim xatirəmdə sakit, təbiətli, yəni təlim tərbiyəsi ilə seçilən bir gənc olub. Həm də ki, o sakitliyin çərçivəsində birdən eşidirsən ki, hər hansı bir uğurları olur. Mən bugün əlimdə tutduğum bir kağız parçasını sadəcə olaraq göstərmək üçün gətirməmişəm. Ona görə gəlmişəm və burada da çıxış eləyəndə demək istəyirəm ki, bu sadəcə bir görünə bilər bir diplom kimi, əslində bu 13 ilin diplomudur. Çünki bu birdən belə özüm də bunu gətirməkdə özümə borc bildim ki, burada çünki Nurlanın əl izi var. Nurlan əskərli də məktəbdə oxuyan vaxtı öz yoldaşları ilə bizim elə bir planımızda hər il Şahin Hərbi İdman oyun komandalarını çalışaraq, Nurlan da həmin komanda üzvlərinin o vaxtı 17 nəfər heyətdən ibarət idi. O da 17-14 nəfər oğlanın içindən biri idi. Nurlan çox fəal idi. Nurlandan mən çox razılıqla həm dərsdə, həm tədbirdə heç bir narazılığım və müəllimlər də bunu təsdiq eləyə bilər. Biz onun kimi, onun yoldaşlarla səmimi olması naminə, hətta uşaqda o qədər həvəs var idi ki, müəllim biz yarışa nə vaxt gedəcəyik? Və hər il getdiyimiz kimi, bunun da 2013-cü ildə getdiyimiz yarışda biz burada yazılmış kimi və möhür və peçatı da 14-ü 3-cü ay, yəni mart ayının 14-də keçirilən yarışda 2013-cü ildə bizim məktəbin adını ucaltdı həmin komanda üzvləri. O komanda üzvlərin biri də Nurlan əskərli idi. Mən fəxr edirəm ki, aprel döyüşlərinin iştirakçısı olan, adı şəhidlər sırasında ucalan Nurlan əskərlinin müəllimiyəm. Mən fəxr edirəm ki, Vətən Müharibəsi qəhrəmanı İntiqam əskərlinin müəllimiyəm. Ona görə bir tərəfdən mənim üçün ağır da onlar haqqında danışmaq. Amma məni başımı həmişə uca, alnımı açıq tutaraq onlarla fəxr edirəm. Və bundan istifadə edib bu ailənin valideynlərinə, Ziba anaya, Bayram kişiyə çox sağ ol deyirəm. Qarşılarında baş əyərək bildirmək istəyirəm ki, sağ olun belə igid oğullar vətən üçün böyütmüşsünüz. Biz onlarla fəxr edirik. Çünki onların ruhu da indi şaddır ki, Azərbaycan torpaqları bir qarşına qədər hamısı azaddır. O aprel döyüşlərində şəhid olanda Nurlanın bir arzusu var idi ki, kaş o Lələtəpiyə necə bayrağı sancdığı kimi Şuşaya da onun bayrağın sazması arzularından biri idi. Mən burada vurğulamaq istəyirəm ki, İntiqam adı qisas deməkdir. İntiqam əskərli də öz qardaşının nəşini cəbhə bölgəsində yaralı belə nəşini çıxardaraq ona canı tapşıran vaxtı ona söz vermişdi ki, sənin arzunu həyata keçirdəcək. Həqiqətən də Şuşanın alınması və orada İntiqamın da şəhid olması, ruhları bugün onlar şaddır ki, Şuşamız da bugün azaddır. Əlbəttə, aprel döyüşləri bir daha Azərbaycan ordusunun gücünü göstərməklə, Azərbaycan əskərinin belə arxaya, geriyə baxmadan, ölümün gözünə diş baxaraq, düşmənin üzrünə yürüməyini bildirdi. Və Azərbaycan ordusunun gücünü göstərərək bildirdi ki, Azərbaycan ordusu güclüdür, peşəkardır, yenilməz ruhdadır. Mən bugünkü diplomu, 13 il aldığı o komanda diplomunu istəyirəm ki, bu tədbirdən sonra, çıxışımdan sonra əgər olarsa Ziba anıya təqdim edeyim. Çünki bugün açılışına gəldiyimiz mənim şagirdlərimin
o həyat fəaliyyətinin, döyüş fəaliyyətini əks etdirən, yaddaşlarda yaşadan xatirələrinin bariz sübutu olan bu muzeyin açılışının qapılarının açılışına gəlmişik. Orada siz Allah qoysa içəri daxil olanda sadə eksponatlara baxmaqla kifayətlənməyəsiniz. Yəni orada olan şəkil və əşyalar həmin igid oğulların və bir çox necə deyərlər göstərdiyi döyüş qəhrəmanlığın sübutunu görəcək orada. Ona görə mən özümü həmişə qürurlu hesab eləmişəm, fəxr edirəm belə oğulların müəllimiyəm və Allah bütün şəhidlərimizi rəhmət eləsin. Nurlanla intiqamı da həmçinin. Ona görə bütün şəhidlərin qarşısında baş əyərək mən bu sonda 13 il bundan qabaq komanda şəklində dediyim kimi qazanılmış diplomda şəxsən hər diplomu biz məktəbə gətirəndə xatirə kimi mən məktəbdə lövhədə saxlayırdım. Birdən bura gələndə ağlıma durur ki, mənim muzeyə ən kiçik hədiyyəmi də olsa Ziba xanıma bunu təqdim eləyim. Çünki bu kağızda oğlunun, Nurlanın barmaq izləri var. Çünki o barmaq izləri hansılardır? Müəllim, ver ona baxım hələ. Yarışdan sonra biz belə müzakirələr edirik. Ona görə icazənizlə mən diplomu Ziba Hanıya təqdim edirəm. Çox sağ olunuz, diqqətinizə görə. Allah razı olsun. Allah rəhmət eləsin. Ata, evə gəlirəm. Bütün kəndə sal haray. Həyətin qapısını açıq saxla taybatay. Biraz da qaldır göyə divardakı bayrağı. Rəqsi vəcdə gətirsin hər təpəni, hər dağı. Sən də biraz möhkəm ol, qurban olum, qəm yemə. Amandır bu xəbəri, anama birdən demə. De yıxılıb azacıq, el ayağını cızıb. Ona görə komandir uşağı evə yazıb. Ya da de ki sürüşüb, yıxılıb, qolu çıxıb. Ya da de ki darxıb, bizim üçün darxıb. O dözməz bu xəbərə, kimsə qəfildən desə. Ona görə sən özün də necəsə. Salam ata, bu da mən. Görüşmürdü haçandı. Quzu balam dediyin indi bir qəhrəmandır. Camaat mərdliyimdən hələ çox danışacaq. Eşitdikcə kədərin sevincə qarışacaq. İndi isə son dəfə qucaqlaşaq, gedirəm. Qulağıma pıçılda, de ki səninlə fəxr edirəm. Əlvida bütün evin yükünü çəkən adam. Bir oğul tabutuna gücü yetməyən atam. Bir oğul tabutuna gücü yetməyən atam. üçün söz şəhid Nurlan və intiqam əsgərlərinin anası Ziba xanım əsgərliyə verilir. Əvvəla hamınızı salamlayıram. Başda icra hakimimiz Araz müəllim, Məşhur müəllim, bütün qonaqları salamlayıram. Bugünkü gündə şəhid analarımız, mənim əziz bacılarım da hər yerdən gəlib, bütün bölgələrdən gəliblər, burada mənim yanımdadılar. Allah sizləri qorusun. Mən bütün şəhidlərimizlə qürur duyuram. Oğullar ki, o yola qədəm qoyanda onların bir fikri, bir məqsədi var idi. Torpaqlarımız işğaldan azad olunsun, bizdən sonraki nəsil rahat yaşasın deyə bu yola qədəm qoymuşdular. Onlar özlərinə söz vermişdir. Tək intiqamıma Nurlanıma demirəm. O yola qədəm qoyan oğulların eyni məqsədi, eyni amalı var idi. Onların hamısının birdə fikri var idi ki, bayraqlarımız ən uca zirvələrdə dalğalansın, torpaqlarımız işğal altından azad olunsun, xalqımız rahat yaşasın deyə bu yola qədəm qoydular. Mən qələbəmizə inanırdım. İlk gündən intiqamım Nurlanım o qədər danışmışdı ki, necə ordumuzun birliyindən danışmışdı. İlk növbədə aprel döyüşləri başlayanda
Azərbaycan ordusu bütün dünyaya öz gücünü sübut elədi 4 günlük müharibə ilə. Biz nəyə qadirik? Aprel döyüşündən sonra igid oğullarımız hər an Ali Baş Komandanın əmrin gözləyirdi ki, Ali Baş Komandanımız əmr versin, biz irəli gedik, amma qələbəyə də inanırdılar. Vətən müharibəsi başlayanda həm xalqımızın birliyi, həm ordunun birliyi, həm də Ali Baş Komandanımızın dediyi kimi dəmir yumruq simvolu, yəni siyasəti sayəsində biz torpaqlarımız qayıtdı, hamısı geri qayıtdı, o iki doğulların sayəsində. O yolu mən getmişdim, Şuşaya getdim. Gedərkən oradakı yolların necə yenişli, yoxuşlu, yəni yolcuz içində olduğunu gördüm. Ora gedəndə birdən bunu dedim. Bu yolu gedən oğullar heç döyüşməsə belə hər biri bir qəhrəmandır. Çünki insan adi yolu gedəndə belə yorulur. Onlar o yolu gedəndə, onların yanında yarım yoldaşları həm şəhid olur, həm qazi olur, həm aç susuz. İrəlidə onları hər hansı bir düşmən həmləsi gözləyəcəyin, yəni nəzərə alaraq bu yola qədəm qoymuşdular. Amma qabaqlarına qoyduğu məqsəd kimi də irəli addımladılar. Hamı bizi başqa ölkələr məğlub ölkə kimi görürdü. O oğulların sayəsində bizim ölkəmiz, yəni ordumuzun sayəsində ən qalib ölkələrdən biri sayıldıq. Mən cəmi şəhidlərimizin ruhunun qarşısında baş əyirəm bir ana kimi. Qazilərimizin şücaətin qarşısında baş əyirəm ki, o oğullar hamısı bir qəhrəmandır. Düzdür, şəhidlərimiz şəhid olub. Biz övladlarımızın yanımızda necə olduğunu görmüşük. Onların xasiyyətinə bələd olmuşuq, amma o döyüş boyu onlar necə yoldaş olubsa, necə şücaətlər olubsa, onların yoldaşları bilir, qazilərimiz bilir. Ona görə deyərlər ki, qazilər şəhidlərin şahididir. Ən böyük arzum qazilərimizə Allah şəfa versin. Allah elimizi qorusun. Allah gül balaların üzündən heç vaxtı gülüşü əksik eləməsin. Mənim bu muzeyi tikməkdə fikrim tək intiqamın olanım deyil. Hər bir uşaq uşaqlıqdan özün hər hansı bir qəhrəmana bənzətməyə çalışır, özün doğrultmağa çalışır. Bu muzeyi tikməyimdə fikrim o olub ki, gənc nəsil, ya bundan sonraki nəsil belə özlərinin hər hansı bir qəhrəmanları bənzətmək üçün birinci, valideynə hörmət eləməlidir. Valideynə hörmət eləyən evlad həmişə xalqına, dövlətinə də hörməti güclü olar. İntiqam o döyüşə gedəndə belə düzdür bir qardaş şəhid olsa da mən ona deyəndə ki, axı, sən bizim ümidimizsən, dedi, ana, mən bu yola qədəm qoyurumsa, mən dövlətimə güvənirəm. İntiqamın dövlətinə güvənərək bu yola qədəm qoydu, amma intiqamın qabağına qoyduğu bir məqsəd var idi. İntiqamın ürəyində dost qısası var idi, qardaş qısası var idi. Qocaların, körpələrin qısasını almağa söz vermişdi. Deyirdi, əgər kənarda dünyamı dəyişsəm, heç vaxt rahat olmaram. Əgər şəhid olsam, onda rahat olarım. Çünki həm dövlətinə güvənir, həm də seçdiyi peşəsinə hörmətinə görə. O, öz ordusundan xüsusi təyinatlıların hərbicisi idi. Evdə elə danışardı ki, deyərdi, ana, nə qədər susuz olsaq belə, son damla suyun bir-birinə bölüşəcək qədər, nə qədər gücü tükənsə belə, son gücü tükənənə qədər bir-birini darda qoymamaq şərti ilə. Bir də deyərdi ki, bəlkə qardaş qardaşın kənarda o dərəcədə qoruya bilmir. Amma biz bir-birimizi qorumağa qadirik. Mən sevinirdim ki, mənim üçün ən müqəddəs olan bir ordu, xüsusi təyinatlı bölmələrin hərbçisidir İntiqam Nurlanda. İnan, hər ikisi şəhid olsa da, mən onların yaşadığını hiss edirəm. Çünki onun yanının yoldaşları heç vaxtı bizi tək qoymayıb. Həmişə yanımızda olub. Bizim ayaq üstə durmağımızın səbəbkarı da odur.
Düzdür, bir evlat şəhid verəndə çətindir, analar hamısı bilir. Yəni bir-birimizi başa düşürük. Amma iki evladın şəhid olmağı o nə qədər çətin olsa belə, amma bir tərəfdən qürur verir ki, torpaqlarımız işğaldan azad olunması, torpaqlarımızın işğaldan azad olunmasında mənim iki evladımın da rolu var. Az da olsa onların payı var. İndi ada uşaqların gülüşünü görəndə, toy bayram görəndə sevinirəm. Deyirəm ki, o sevincdən az da olsa bizə də çatır. Allah sizləri qorusun. Bizim yanımızda olan hər an, istər rayon ictimaiyyəti, dövlətimizin vətənpərvər oğulları, qızları bizim yanımızda olduğuna görə mən ayaqüstə durmuşam. Allah razı olsun sizdən. Bugünkü günü bizi tək qoymadığınıza görə hamınıza təşəkkür edirəm. Var olun. Necə deyərlər, mən çox da ağlamamışam, çünki intikamım nurlarım yoxuma girərdi ağlayanda. Amma bir məsələ deyərlər ki, övladlarımız düşmənə şücaətinlə sübut elədi, biz də dik duruşumuzla. Allah razı olsun hamımızdan. Hörmətli qonaqlar, indi isə qəhrəman şəhidlərimiz Nurlan və intiqam əsgərlərinin ömür yolunu yaşadan, xatirələrini qoruyub saxlayan ev muzeyini ziyarət üçün dəvət olunursunuz. Buyurun. Sağ olsun bizim bize Vətən Müharibəsi qəhrəmanlarımızdır. 34 şəhiddir Vətən Müharibəsi qəhrəmanı. Bu yazı ise Nurlan'ın 2016'da o ise intikamın yazmasıydı. Onun bütün dəftərin əvvəlində o kəlmə yazılmışdı. Bu bizim 9 aylarda iki şehirlerimiz, şehit kardeşlerdir. Bu ağacın mənası da bir ağacın meyvəsi, həm iradəsi möhkəm, həm Məhsulları da bəli, yəni ölməcədir. Həm şücaətinlə, həm məhdiyinlə, həm iradəsi möhkəmliyinlə, xalqına, dövlətinə bağlılığına olan bir deyən ağacın meyvəsi. Həqiqətən bu möcüzəli bir ağaçdır, bu rəsmləri heç vaxt soruşur. Bizlərdə belə qızıl almaya da olur, bəli. Bunu qardaşlarım ev muzeyinə hədiyyə edirəm. Yerlərlə gəlib bir yerdə hizmətli olublar, bir yerdə döyüşüblər. Nurlanın şəhid olmasında da hədiyyə olub, bir yerdə olublar. Bunu bir kiçik hədiyyə də olsa qəbul eləginən ev muzeyi üçün tək burada bir Nurlanla intiqamı yox, Azərbaycan və Türk dünyasının bütün şəhidlərinin hamısının ruhu dolaşır. Allah hamısının ruhunu şad eləsin, məkanlar cənnət olsun. Lap gözəl. Buyur ana. Çox sağ olun. Baxın, biz də gətirin.
Bunu versən Azərbaycanın xəritəsini sizə bura bağışlayırıq. Bir dənə dəmir yolumuzu bağışlayırıq. Baxın belə. Bunları Uşaqlarımız da Azərbaycan bütövlüyü yolunda canlarına keçirlər. Bakın bir dakika. Abbas Hanım bir dakika. Bakın. Bir daha bakın. Bir daha. Bakın. İvana, hoş geldin. Şeyden anlayın. Ben Ağdam'a geldim. Galip Aslan'ın anasıyam ben de. 057'de təyinatlı qüvvələrdə şəkil oldu, mənim oğlum. Könüllü qoşuldu. Ben de uşaqların 16'sının şəklini gətirdim. Ağabeyimizə inşallah. Bəli, ana özü bəli. İnşallah birazdan səliqəylə. Heç vaxtda nə unudulmaz, amma bunun gözəlliyi bir neçəsini də gətirin. İndi bəli, asıl tədbiri bəli. Çok sağ olun. Kamsara da verin. Kamsara da Teşekkür ediyorum. Çok sağ olun. Oğlum noyabr 4'ünde şehit oldu. Kamsara da verin. Siz sağ olun. Ben həmişə demişəm o sözü. Yəni bir toy olsaydı, biz deyərdik ki, əməl edək, pulumuzu yollayaq. Amma uşaqlar, kişilər bizə elə ailə elədilər ki, həqiqətən qan yaddaşına qurulacaq bir ailə elədilər. Qan dost elədilər. Sağ olun. Mən səhər tezdən oğlumla balaca oğlanlarla elə arxamdan gəldim. Sən olun. Yox, heç bir əziyyət yox. Demirəm, yəni belə tədbirlərə həqiqətən. Sağ olun. Allah siz də var eləsin. Bunları özüm atıb bırakın. Bəli, canım ana bir söz verir ki, həqiqətən iki oğlum, bir oğlun itirafı çox ağır bir şey. Bizim iki şəhid verən analarımız var, sevgili canavar, Nəhayətən var. Bizdə Ağdamda iki şəhiddən olan anası var. Həqiqətən çox ağırdır. Allah səbir versin. Allah o övladları boya başa çatdırmağa sizə inşallah ömür versin. Allah var etsin. Sağ olun. Yanımızda olduğunuz için sağ olun. Var olsun. Hadi Masallığın başına gəldiğinde Cəfərov Əli Ne işin Ben birinci biri tutuklarına göre, biri 150. Silahlı qüvvələrin 18 illiyi, biri xüsus xidmətlərə görə müqavilə.
Kısa onun üstünden çıkan buldu. Baran ömür destek. Ve sevcan değil. Bu da yeni onlardan məxsusdur, amma Nurlan hansını qoymadım ki, qarışıq olmasın, hər ikisini var deyim. Bu tersi intiqamın özünə almışdı. Evə gələndə belə uşaqlara atmağa öyrədir. Məktəb vaxtında Böyüyənə qədər yanı şəkilləri, sən Nurlanmadır. Böyüyənə intiqamın çizili kursunu oxuyandı, o şəkilləri. Tutunda ise 2016'da Nurlan son konkart geldi. Bu ise aprel döyüşleri başlayanda onların şəkilleridir. Yani yoldaşlarından bunlardan bu da şehirdi. Bütün mağarasında şehit olmuştu ama bəli. Bu da şehirdi. Nurlan'ın yanında çok şehirdi. Burada şeyleri İntikamı. Bu intikam anlatacağınız mesela taşıntıları verilip şəkilsə 2016'dan bir döyüşündə gedəndə Qalıqda Nurlandı, bu üçüncü intikamdır. Şirələrin dağılın içine olan son şəkilləridir. Aşağıda da təlimə gedəndə çəkdirdikləri. Bu intikamın sınıf şəklidir. Vətən müharibəsində bir tanesi de ondan aldı. Bu lövhə isə Kəlbəzəri Murovunda şəhid olan aprel döyüşləri yoldaşlarına görə qoydular lövhədir. Yeni öz təlim şəkilləri iş yoldaşlarına bir yerdə. Bu çadırsa onlar təlimə gedəndə bəli, intiqamında özünə getirdiyi şüşədir, orada bəli. İntiqamın vətən müharibəsi qəhrəmanının medalıdır. Amma ki, bu şeylə həm intiqam anlarından istifadə edir. Bu isə 2060'da orada yarış getiriləndə İdman kompleksində Nurlan qalib gəlir. Sonra bir qarı kəmər sahibi yaxınlaşır ki, görün mənə də gəmi gücün çatır. Yəni qalib gələrsən, Nurlan bir sən mənim atamla yaşayırsan. Olmaz, deyir, İdmanlı yaş geçmir, gücün görün mənə çatır. Həmin vaxtda Nurlan ona da qalib gəlir. Həmin qarı kəmər sahibi belimin qarı kəməri açıb, Nurlanın belinə bağlayıb, xatırə çəkmişim. O şəkil ondandır. Sonra Nurlan'a diplom da verirlər. Sonra əsgər gelir, Nurlan əsgərlikdə də yəni dərin. Nurlan'ı birinci yerə tutmağı durur. İlkin yana onların adına getirən yolları. Burada diplomları təşəkkür. Bu təşəkkürnamədir, diplomdur. Bunu Türkiyəyə gedəndə bizə vermişdilər. Bu Erdoğan İnternasyondur. Bəli. Onlardan verilən valideynlərə verilən təşəkkürnamə diplomlar. Yenə bu hərbi sizdən gəlmişlər bizim Türkiyədən. Qəndələ Paşayev mədəniyyət. Yəni bunu onlar verir. Tarix daha bilinməz tarafından mənə verirlər. İntiqamın şəhid olduğu yer Şuşadadır. Yəni bunların hər hansının ayrı-ayrı bir xatirəsi var. Yəni qoymuşuq. Bu xüsusi təyinatlı bölmələrdən, hərbi hissə tərəfindən bizə göndərilən. Bəli. Onlar da intiqamın sertifikatlarıdır, okulun kursların sertifikatlarıdır. Burada iddiası alındı. Bu isə verilən təxti fərmanlar. 2015-ci ildə Bunu isə biri 2016 aprel döyüşü olduğunu görə, yəni Lərətəbə simvol kimi gedir. Bu vətən müharibəsində şüşə ilə, yəni elə bir onu qoyduq. Bu qlovuzda intiqam 5 yaşında çəkdirmişdi, bu son zəng vaxtı. Nəsə xoşu gələrdi elə bir şey, birisi olduğunu son zəngi idi.
Onda deyib olar, mən qılavuzuna şəkil çəkdirim. Çəkmişdi, amma biraz böyüyəndən sonra öbürsünü alıb qoydu. Adam kim bilir, o cür niyyətli olan gəlib bu səviyyəyə çıxa bilər, yəni şərtlikdən. Bu isə Türkiyədə orada komanda kursunu oxuyanda qapsılıq əlması orada verilən hədiyyələrdəndir. 2 dənə bu yüzden bu bizə verilir. Ama arkadaki yine teşekkürler. Sizi de anahtarlardan bize gönderilen. Bu ise Naxçıvanda getmişdik, yanımıza gəlib. Həmin vaxtda Bəhruz Zalamızda başçılıq eləyirdi. Bəli, onlar tərəfindən verilən. Bilməyəcək çıxıyorlar. Həm dostlarımız olan. Ne qəşəng yerdi ora. Bir nəfəs alıb. Bu şeyin Nurlanımındır. Yəni keçdiyi kurslar, ayaqqabılar Nurlan'a aiddir. Bu Vatan Xəliqsi olanın rəqibi. Bayraqlarda vətəndaş bizə verilən, təqdim olunan bayraqdır. Bu Müdafiə Naziri tərəfindən bizlərə marka deyirlər. TRT markası ona böyük hədiyyə edib verdilər, bəli. İntiqamın səhra çantası, yine əşyaları. Aşağıdakı o 540 içine qoyulansa tək Nurlanımın deyil. İkisinin de var, ama Məhəbbət Mirzayev onların iş yoldaşı olur. Nurlan işləməyə başlayanda o deyilsin, Yaponiya oxumağa gedir. Həmin vaxtı Nurlanı qoyumur almağa ki, məndə var, sən alma. O da şəhid olur Aprel döyüşündə Nurlan'da. Onu həmişə deyəndə deyirəm, heç Nurlanın deyil, Məhəbbət Mirzayev'dir. Bu ise intiqamın şeyini, keçdiyi həmin kurslardır. Bütün kurslar keseceğim. Yani gördüğüm altın Bu ise yani intiqamın biz buranı kuranda ki elimde bir ana olar, mən onun tehlikəsini koyayım. Əlbəttə, yəni hatta orada. Bəli, görüşdən. Bunlar ise Yaşarcılar, oranın Müdafiə Naziri. Yaşarcılar şeyle vermiştik, kartın yanı koymuştu üstüne. Ve kızlardan her bir siteye gitmiştik, oradan bize verilen hediyedir. Bu şəkil ise Türkiye'de Milli Məclisdə olmuşdu. Bizi orada yana qonaq olmuşdular. Oradan verilen şəkildi, mən onu da öğrenmişim. Bizim görüşümüz Erdoğan'la bəli. Bir de orada anıt qəbirdə olmuşuq Atatürk'ün. Yani bu müzeyi oradan götürdüğüm güzeldi, öyle bir şeyde söylemişim. Bilmirəm ne derecede doğrultmuş, onu da getirdiler. Yani. Burada ise yine şehitlerimizin böyle yazılardı, jurnal var, Vətən Müharibəsi qəhrəmanlarına göre 4 günə yani öyle bir çıkartı var. Rıza Hanım yazmıştı, orada burada. Yani bütün kitablarda tanısı onlar hakkında. Hələ bundan sonra nə qədər əsərlər yazılacaq, hələ bundan sonra nə qədər təhqiqatlar aparılacaq, hələ onların qəhrəmanlığı haqqında hər şey deyilmir, deyiləcək, yazılacaq və sizin də bu həmişə bütün əsərlərin başında yazılır. Ben balamı Cənab Başçı Sadiq bir yerdə Səhərdən məşğullarına sizi axtarırdı. Bütün bu xoş sözlərini, yadda qalmağı istənilən sözlərin ən çoxu sizə aiddir. Bundan sonra sizin üzərinizə elə böyük bir məsuliyyət düşür ki, siz onsuz da ana kimi uşağınızı böyüdəcəydiniz də, belə idi, ana. Amma sizin üzərinizə düşür böyük bir vəziyyət ki, siz bundan sonra qəhrəmanlığın övladlarınız. Bu böyük bir şərəfdir, böyük bir məsuliyyət. Əsas ondan ibarətdir ki, siz xoşbaxtlıqlı ona görə ki, heç vaxt intiqamlarından unudulmur. Hamı 40 ilə qədər, 1 ilə qədər, 2 ilə qədər, 5 ilə qədər hamı unudulur. Həyat yolunu hamı keçir. Doğulanlar həyat yolunu keçirlər. Amma hamı keçdiyi həyat yoluna mühür var. Bu qəhrəmanlar bu keçdiyi həyat yoluna elə bir silinməz mühür vururlar ki, 1000 illər də keçsə, onlar silinmir. Ona görə də biz bir daha sizə
baş sağlığı. Əslində aslında belə deyirlər ki, siz çox səmimiz. Sizə təşəkkür edirəm. Burada cənab prezidentimiz, görürsünüz necə qayğı göstərir. Biz oradan bəhrələndik. Biz oradan öyrəndik ki, şəhid ailəsinə qayğı edilməli, rəhbərimizdən öyrəndik. Onların da salamlarını sizə. Siz biləsiniz ki, siz hamı sizi çox istəyirsiniz. Ziba xan deyir ki, həmişə bizim yanımızdır. Mənim adım olsa heç buradan getmərəm. Amma işi, hərənin bir işi var. Biz bu az-az gəlməyimiz o demək deyil ki, siz yadda deyirsiniz. Əksinə həmişə yadınızdır. Və son sözüm budur ki, şəhidlər əslində şəhid olarkən, ölərkən unudulmuyor. Onlar şəhid olarkən ölmür. Biz onları unutsaq, onlar öləcək. Amma unutmasaq həmişə yaşayacaq. Və düşünürəm ki, heç vaxt biz onları unutmuyoruz. Allah sizə sağ olun. Siz də istəyərdik ki, işlər edirsiniz, məşğullarla eləşirsiniz. Sizin də sözünüzü işləşdirib harcayın. Allah sizin köməyiniz olsun. Sağ olun. Təşəkkür ederim. Görəm əmi, məscidə gedin ya. Gedin məscidə biz də gəlir. Ana, ay ana, baxıyla onları çıxart, git.